Salam, xoş gördük abinizi. Bugün dekabr ayının 21'i ve biz Logos Lab seriyasından 5-ci videomuzun çəkilişinə başlayırıq. Bugünləri müzakirə etmək istədiyim birinci mövzu süni intellekt ilə bağlıdır və əsas diqqət mərkəzində saxlayacağımız məqam süni intellektin fəlsəfəsidir. Əgər sualın tam şəkildə formallaşdırılmasını nəzərdə tutsaq, onda belə qeyd edə bilərik. Süni intellekt nədir və ona verilmiş olan tapşırıqları necə yerinə yetirir? Bu məqsədlə ingilis dilində qısa bir araşdırma etmişdim və araşdırmanın tam mətni ilə tanış olmaq üçün ResearchGate platformasına daxil olaraq orada tam şəkildə həmin etmiş olduğum qısa araşdırmanın mətni ilə tanış ola bilərsiniz. Yəni tam mətn bu süni intellektin fəlsəfəsi, burada beyin kompüter interfeysləri və koqnitiv imkanlar haqqında müəyyən fikirlərin öz əksini tapmasına siz rast gələ bilərsiniz. Amma yenə də bu ingilis dilində olduğuna görə, yəni həmin mətni hissə-hissə izah etməyə çalışacağam və bu günləri diqqət mərkəzində saxlayacağımız məsələ artıq qeyd etdiyimiz kimi süni intellekt deyəndə biz nəyi başa düşürük və süni intellekt ona verilmiş olan tapşırıqları necə yerinə yetirir. Beləliklə, birinci anlayışın özündən başlayaq. Yəni süni intellekt deyəndə biz nəyi başa düşürük? Yəni buna müxtəlif yanaşmalar mövcuddur. Yəni biz süni intellekt anlayışının məzmununu müxtəlif aspektlərdən izah edə bilərik. Amma ən geniş bir rakursdan yanaşsaq, süni intellekt elə bir maşınların yaradılmasını nəzərdə tutur ki, onlar verilmiş olan tapşırıqların icrası zamanı sanki insanın zəkasına olan tələbatı ödəmiş olur. Məsələn, bura mühakimə daxildir, öyrənmə daxildir, qavrayışdır və qərar qəbul etməkdir. Yəni bu kimi tapşırıqların yerinə yetirilməsi üçün təbii ki, insan zəkası lazımdır. Yəni bizdə belə bir intuitiv qavrayış, intuitiv bir yanaşma mövcuddur. Amma biz elə bir maşınlar icad etmək istəyirik ki, həmin maşınlar da sanki insan zəkasının mövcudluğunu tələb edən və bu kimi tapşırıqların yerinə yetirilməsini həyata keçirən bir imkanlara malik olsunlar. Yəni bu maşınlar da insanlar kimi mühakimə yürüdə bilsin, bu maşınlar da insanlar kimi öyrənmə tapşırıqlarını icra edə bilsin, bu maşınlar da insanlar kimi qavrama prosesinə malik olsunlar, daha doğrusu qavrayışa malik olsunlar və insanlar kimi onlar da qərar qəbul edə bilsinlər. Təbii ki, bu olduqca geniş bir yanaşmadır. Yəni burada sadəcə məqsəd biz süni intellekt deyəndə zəkalı maşınların, ağıllı maşınların necə icad edilə bilinməsi, yəni bu üzrə aparılan istər nəzəri, istər praktik tədqiqatları nəzərdə tutmuş oluruq. Və bizdə sanki süni intellekt deyəndə, yəni bizim lokal auditoriyada bunu yalnız son dövrlərin formalaşmış olduğu bir elmi nəzəri tədqiqat sahəsi və yaxud texnoloji bir praktik bir tədqiqat sahəsi kimi qavranıla bilər. Belə bir intuitiv bizdə bilik formalaşa bilər. Amma süni intellektin yaradılması, yəni ilkin addımların atılması bu 20-ci əsrin 50-ci illərinə təsadüf edir və ümumiyyətlə süni intellekt, yəni süni zəka belə bir tərcümə də etmək mümkündür. Süni zəka və ya süni intellekt termini ilk dəfə John McCarthy tərəfindən 1956-cı ildə Dartmouth konfransında irəli sürülmüşdür. Yəni belə hesab edilir ki, bununla da süni intellekt sahəsində olan elmi tədqiqatların başlanmasına start verilmişdir. Yəni süni intellektin bir tədqiqat sahəsi olaraq, bir düşüncə sahəsi olaraq yaranma nöqtəsi, yaranma zaman və məkanı bu 1956-cı ildə Dartmouth konfransıdır.
Evet, soruşabilirsiniz John McCarthy kimdir? Yani siz internette tədqiqat aparsanız, araşdırma aparsanız, yəni bu insanın avtobiografiyası və ümumi tədqiqat istiqamətləri ilə tanış ola bilərsiniz. Yəni bu insan 1927-ci ildə dünyaya gəlib, 2011-ci ildə dünyasını dəyişib. Amerikan kompüter alimi və kognitiv alimidir. Computer scientist and cognitive scientist. Yəni burada artıq qeyd edilib və Princeton Universitetində təhsil alıb, Kaliforniya Texnologiya Universitetində təhsil alıb və s. Yəni bu süni intellektin, əgər belə demək mümkündürsə, atalarından biri sayılır. Yəni bu sahənin yaradıcılarından biri sayılır və onun özünün yanaşmasına görə süni intellekt deməli zəkalı maşınların, ağıllı maşınların yaradılması, icad edilməsi ilə bağlı elm və mühəndislik sahələrini özündə birləşdirir və burada da əsas diqqət mərkəzində olan bu flexible, yəni effektiv şəkildə problemləri həll edən və simvolik mühakiməni həyata keçirə bilən bir maşınların yaradılmasıdır. Və burada təbii ki, diqqət mərkəzinə gələn əsas anlayış bu zəka anlayışıdır, yəni intelligence anlayışıdır. Biz bunu necə izah edə bilərik? Çünki süni zəka, yəni bu zəkanın necə izah edilməsindən asılıdır və burada zəka, yəni intelligence dediyimiz bu mistik və ya metafizik bir atribut kimi izah edilmir. Yəni bu kontekstdə zəka bu hesablama prosesidir və bu hesablama prosesini biz maşınlarda da həyata keçirə bilərik. Yəni maşınlar da belə bir imkanlara malik ola bilər. Yəni müəyyən bir alqoritmlərin yazılması, müəyyən bir proqramların onlara yüklənilməsi vasitəsilə biz maşınlarda elə bir hesablama prosesinin edilməsinə, hesablama prosesinin meydana çıxmasına nail ola bilərik ki, bu da həmin maşınlarda zəka adlandıra biləcəyimiz bir atributun, bir xüsusiyyətin də meydana çıxmasını şərtləndirmiş olar. Və McCarthy-nin özünün yanaşmasına görə zəka, yəni bu məntiqi strukturların və simvol işləmələrinin, symbol manipulation, yəni bunlar vasitəsilə həyata keçirilə bilər və bununla da süni zəkaya simvolik yanaşma, yəni belə bir yanaşma deməli meydana çıxmış olur. İngilis dilində bu good old fashioned AI, yəni belə bir yanaşmadır və bu yanaşmaya əsasən deməli bizim zehin deyəcəyimiz, mind deyəcəyimiz bu formal qaydalar əsasında abstrakt simvollarla işləməni həyata keçirən bir sistemdir. Və bu aspektdən McCarthy-nin erkən proqramları, məsələn 1959-cu ildə yaratmış olduğu Advisor Taker, yəni məsləhətçi adlandırdığı belə bir proqramlar deməli insan düşüncəsini, insan təfəkkürünü simulyasiya etməyi hesablanmışdır. Daha dəqiq desək, formal məntiqdən istifadə etməklə insan düşüncəsinin, insan zəkasının simulyasiya edilməsi cəhdlərini özündə birləşdirən belə bir məntiqi proseslərin, belə bir mühakimə proseslərinin modelləşməsini həyata keçirmişdir. Təbii ki, bu erkən bir proqram sistemi idi, amma qeyd etdiyimiz kimi McCarthy süni zəka yaradıcılarından yalnız biridir. Yəni onun atalarından yalnız biri hesab edilir. Və burada digər önəmli bir fiqur bu Marvin Minsky, digər bir Amerikan alimi diqqət mərkəzinə gəlir. Yəni siz internetdə axtarışa versəniz, yəni Marvin Minsky haqqında da kifayət qədər məlumatlara rast gələ bilərsiniz. Və McCarthy kimi Minski də bu Amerikan koqnitiv və kompüter alimi hesab edilir. 1927 və 2016-cı illər arasında yaşamışdır və eyni zamanda Princeton Universitetində təhsil almışdır və s. Yəni bununla McCarthy kimi Minski də, Marvin Minsky də süni intellekt sahəsində önəmli isimlərdən biridir. Və fərqli bir cəhət nədən ibarətdir? Yəni Minskinin tədqiqatlarında, yəni AI, yəni süni intellekt dediyimiz burada yenə də hesablama və reprezentativ perspektivdən
analiz edilir. Amma burada həm də daha dərin bir psixoloji və fəlsəfi bir qiymətləndirmə, yəni süni zəkanın bir psixologiya və fəlsəfə ölçülərindən, fəlsəfə müstəvisindən də bir analiz edilməsinə çalışılır. Və bu aspektdən çıxış edəndə Minskinin fikrincə zehin bu elə bir mürəkkəb sistemdir ki, burada müxtəlif alt sistemlər arasında qarşılıqlı əlaqə mövcuddur və bu alt sistemlərdən hər biri spesifik koqnitiv funksiyanı icra edir. Yəni bir qədər fərqli rakursdan izah etsək, deməli müxtəlif spesifik koqnitiv funksiyalar üçün məsuliyyət daşıyan bir neçə alt sistemin qarşılıqlı əlaqəsinin formalaşdırmış olduğu bir mürəkkəb şəbəkə yaranır ki, biz bunu zehin kimi xarakterizə eləyə bilərik. Məsələn, onun 1986-cı ildə yazmış olduğu Zehin cəmiyyəti, The Society of Mind, yəni belə bir əsərdə Minski belə hesab edir ki, yəni zəkanın özü çox sadə və heç bir zəkaya malik olmayan müxtəlif agent, müxtəlif subyektlərin fəaliyyətinin, qarşılıqlı fəaliyyətinin nəticəsində təzahür edir. Yəni agent deyəcəyimiz, agent deyəcəyimiz elə bir şeylərdir ki, onlar hər hansı bir koqnitiv və ya hesablama prosesini həyata keçirən bir subyektlərdir. Yəni bu yalnız insan və ya canlı bir subyektin olmasını nəzərdə tutmur. Yəni siz beyninizin hər hansı bir hissəsinin hər hansı bir fəaliyyət üçün məsuliyyət daşıdığını, onu tənzimləyən bir mərkəz olduğunu hesab edirsinizsə, məsələn, həmin beyin mərkəzi bu fəaliyyətin agentlik funksiyasını icra etmiş olur. Yəni burada da biz bir neçə sadə və heç bir zəka atributuna malik olmayan müxtəlif agentləri, agentləri fərqləndirə bilərik ki, onların qarşılıqlı əlaqəsi məhz zəkanın meydana çıxmasının, zəkanın təzahür etməsinin şərti kimi çıxış edir. Və bu yanaşmada artıq zəka, yəni bir emergent atribut kimi diqqəti cəlb edir. Yəni emergent atribut, emergent xüsusiyyət bu fəlsəfədə izah edilən bir atributlar silsiləsinə aiddir. Yəni fəlsəfi yanaşmada biz bunu izah edə bilərik. Yəni qısa izahı bundan ibarətdir ki, biz iki ayrı-ayrı, məsələn, substansiya götürə bilərik və bu substansiyaların heç birində bizim nəzərdə tutduğumuz atribut mövcud olmaz, amma onların qarşılıqlı fəaliyyətində onların heç birində olmayan yeni bir atribut təzahür etmiş olur. Məsələn, əgər biz oksigeni götürsək bir substansiya kimi, oksigen bu yanmaya rəvac verən bir substansiyadır. Eyni zamanda hidrogen də yanmaya rəvac verən bir substansiyadır. Amma hidrogenlə oksigenin qarşılıqlı əlaqəsi bu suyu formalaşdırır, yəni su molekulunu formalaşdırır və su, yəni hidrogendən və oksigendən fərqli olaraq artıq alovlandırıcı bir yanmaya rəvac verən bir atributu deyil, əksinə onu söndürən bir xüsusiyyəti özündə təzahür etdirmiş olur. Və məhz bu sonuncu atribut, yəni hidrogen və oksigenə nəzərən suda təzahür edən sonuncu atribut bu emergent bir atribut kimi diqqəti cəlb etmiş olur. Və oxşar bir analogiya əsasında biz izah edə bilərik ki, yəni sadə alqoritmik bir qarşılıqlı əlaqələr zəminində olduqca mürəkkəb bir koqnitiv davranışlar təzahür edə bilər. Yəni biz bunu sadə alqoritmik qarşılıqlı əlaqələrdə müşahidə etmirik. Yəni ayrı-ayrılıqda bunlar müşahidə edilmir. Amma onların qarşılıqlı əlaqə sistemində biz mürəkkəb bir istər zəka, istər zehin, istər digər mürəkkəb bir koqnitiv davranış və yaxud digər atributların müşahidə edilməsini həyata keçirə bilərik. Beləliklə biz süni intellekt sahəsində hansı istiqamətə gəlib çıxa bilirik? Yəni süni intellekt ona verilmiş olan tapşırıqların həyata keçirilməsi üçün koqnitiv funksiyaların simulyasiya edilməsi, genişləndirilməsi üçün nəzərdə tutulmuş hesablama arxitekturası vasitəsilə bunları icra etmiş olur. Məsələn, klassik eraya baxsaq, yəni süni intellektin
intellekt üzrə aparılan tədqiqatların klassik erasında bu 1950-ci, 1980-ci illəri əhatə edir. Deməli, bu sistemlər əsasən simvolik mühakimələr üzərində aparılan bir tədqiqatlardır. Yəni burada hər hansı bir mühakimənin yerinə yetirilməsi, mühakimə prosesinin reallaşması üçün qaydalara əsaslandırılmış nəticə çıxarma mexanizmindən istifadə edilir və biliklərin də reprezentativ funksiyası bu açıqdır, yəni bunun izah edilməsi mümkündür. Amma bu bu ümumiyyətlə koqnitiv elmin klassik mərhələsi üçün xarakterik olan bir xüsusiyyətdir. Amma daha sonrakı mərhələdə biz ümumiyyətlə koqnitiv elmin, yəni süni intellekt də bunun bir tərkib hissəsidir. Digər bir istiqamətli digər bir məktəbin yaranmasına şahidlik edirik. Bu konneksiyonizm adlanan bir sahədir və bu sahənin də əsas xüsusiyyəti ondan ibarətdir ki, yəni biz əgər ümumiyyətlə koqnitiv imkanları, koqnitiv sahəni izah etmək istəyiriksə, onda insan beyninin neyronal sisteminə oxşar bir model formalaşdırmalıyıq. Yəni bu model deməli süni neyronal bir şəbəkənin formalaşmasını şərtləndirir və bu süni neyronal şəbəkə bu bizim süni zəka kontekstində tez-tez eşitdiyimiz dərin öyrənmə, deep learning, yəni belə bir mexanizmi izah edir. Yəni bu bir növ ona bənzəyir ki, insan zehni bu qaranlıq bir qutudur. Yəni biz bunun elmi şəkildən araşdırılmasını tam detalları ilə həyata keçirə bilmirik. Amma biz sadəcə olaraq hər hansı bir nəticə olaraq, yəni deep learning vasitəsilə hər hansı bir nəticənin meydana gəlməsini müşahidə edə bilirik. Yəni burada artıq süni zəka ona əvvəldən verilmiş, yəni proqramlaşdırılmış simvolik qaydalardan asılılığı aradan keçirir və özü birbaşa olaraq datalardan öyrənməyə başlayır. Və öyrənmə prosesinin necə həyata keçirilməsi, yəni deep learning səviyyəsində, yəni bu detalların tam izah edilməsi, yəni praktik cəhətdən mümkün deyildir. Və qeyd etdiyimiz kimi bu məqsədlə biz süni neyronal şəbəkənin yaradılması, yəni belə bir modelləşdirmə həyata keçirilir və burada da əsas analogiya olaraq insan beynində neyronal əlaqələr, neyronlar arası əlaqələr bu şəbəkə bir analoji model olaraq diqqət mərkəzinə gətirilir. Və burada da əsas deməli hansı tapşırıqların yerinə yetirilməsi bu deməli obrazın tanınması, dilin emalı və strateji planlaşdırılma, yəni xüsusilə bu sahələr, yəni deep learning vasitəsilə artıq birbaşa olaraq datalardan öyrənməni həyata keçirmiş olur. Və burada bizim deməli fəlsəfi perspektivdə bizim üçün maraqlı olan məsələlər nədir? Yəni bir sual verə bilərik. Yəni burada bu nəticə, yəni süni intellektin bizə təqdim etmiş olduğu nəticə, yəni sözün əsl mənasında dərk etmənin nəticəsidir, yoxsa bu sadəcə olaraq ağıllı maşınlar, zəkalı maşınlar tərəfindən insan zəkasının, insan intellektinin simulyasiyasından başqa bir şey deyildir. Yəni maşın bizə vermiş olduğu nəticəni, təqdim etmiş olduğu nəticəni həqiqətən dərk etmiş olur, yoxsa bu sadəcə olaraq simvolik manipulyasiya işlənmələrdən başqa bir şey deyildir və əslində heç bir maşın tərəfindən dərk etmə prosesi həyata keçirilmir. Məsələn, bunun sual altına qoyulması bu Amerikan filosofu John Searle tərəfindən irəli sürülən, yəni 1980-ci ildə irəli sürülən maraqlı bir arqument var, yəni Çin otağı arqumenti və bu arqument vasitəsilə o əsaslandırmağa çalışır ki, yəni ümumiyyətlə ağıllı maşınlar, zəkalı maşınlar heç bir dərk etməni həyata keçirmiş olmurlar. Sadəcə olaraq onlara təqdim edilən data, inputlar vasitəsilə bir outputları, feedbackləri bizə vermiş olurlar. Yəni qısa şəkildə Çin otağı haqqında danışmalı olsaq, yəni bir subyekt təsəvvür edin. Yəni bu otaqda qapalı vəziyyətdədir və otağa yalnız iki tərəfdən giriş və çıxış mövcuddur. Yəni hər hansı bir Çin dilində olan mətn otağın girişindən həmin subyektə təqdim edilir
həmin insan, yəni subyekt Çin dilində heç bir şey bilmir, amma əlinin altında tərcümənin effektiv şəkildə həyata keçirməsinə imkan verən, məsələn, lüğətlər və digər imkanlar mövcuddur və mətni həmin lüğətlər və digər imkanlar vasitəsilə tərcümə edir, məsələn, ingilis dilinə və həmin mətni çıxışdan digər tərəfə ötürmüş olur. Yəni burada prinsip etibarilə girişdən daxil olan Çin dilində olan mətn artıq çıxışda ingilis dilinə çevrilmiş olur, tərcümə edilmiş olur. Onda biz deyə bilərik ki, həmin subyekt, yəni hansı ki bu mətni alan və mətni ötürən subyekt Çin dilini bilir və Sörlün fikrincə təbii ki bu mümkün deyil. Yəni insan Çin dilini bilmir, sadəcə mexaniki şəkildə ona aydın olmayan simvolların üzərində bir işlənmə prosesini həyata keçirərək son nəticədə feedback olaraq həmin tərcümə prosesini də yerinə yetirmiş olur. Və oxşar bir prosesləri biz, yəni Sörlün fikrincə, deməli biz süni intellektdə, süni zəka fenomenində də müşahidə edə bilərik. Yəni heç bir gerçək dərk etmə prosesi həyata keçirilmir, sadəcə olaraq burada bir hesablama prosesindən biz danışa bilərik. Və McCarthy və Minsky özü də, yəni prinsipcə belə hesab edirdilər ki, yəni əslində bu deməli zəkanın meydana çıxması, yəni intellektin meydana çıxması bu substansiyadan asılı deyildir, yəni substansiyadan müstəqildir. Yəni onun meydana çıxması üçün bu bioloji neyronların orqanik sistem olaraq beynin olmasını tələb etmir. Yəni əgər biz bir süni bir sistem də yaratmış olarıqsa, məsələn silikon bir sistem, yəni orada da biz əgər düzgün, lazım olan effektiv bir hesablama arxitekturasını yaratmış olarıqsa, onda biz mürəkkəb informasiya strukturunun yaranması prinsip etibarilə zəkanın meydana çıxması üçün zəruri şərtləri ödəmiş olarıq. Yəni bu prinsip etibarilə zehin fəlsəfəsində funksionalizmə gətirib çıxaran bir şeydir və yaxud bunun arxasında dayanan bir fəlsəfi məktəb bu funksionalizm məktəbidir və biz funksionalizm məktəbinə görə, yəni zehnin olması üçün, zehnin təzahür etməsi üçün beynin olması zəruri şərt deyildir. Yəni beynin bioloji neyronlardan ibarət olması, orqanik bir sistem olması zəruri şərt deyildir. Əgər beynin icra etdiyi funksiyanı təkrarlaya biləcək hər hansı bir süni sistem, yəni bu superkompüterdə, robotik sistemdə yaradıla bilərsə, onda biz zehin fenomenini həmin süni sistemlərdə, yəni robotik sistemlərdə və yaxud superkompüterlərdə də yarada bilərik. Başqa sözlə vacib olan, yəni substansiyanın, yəni bu hesablama prosesini həyata keçirən substansiyanın orqanik yoxsa qeyri-orqanik olması deyil. Vacib olan onların hansı funksiyanı icra etməsidir. Əgər funksiyalar oxşardırsa, deməli feedback olaraq, nəticə olaraq onların ortaya qoymuş olduğu məhsullar da, product dediyimiz məhsullar da oxşar olmalıdırlar. Beləliklə biz fikrimizi burada ümumiləşdirsək, deməli insan idraki üçün xarakterik olan əsas elementlərin, məsələn qavrayışdır, mühakimədir və öyrənmədir. Yəni bunların bir hesablama modelləri əsasında formallaşdırılması mümkündür və bu formallaşdırılma nəticəsində onlara verilən müxtəlif tapşırıqlar yerinə yetirilə bilər. Bu yalnız insan ilə məhdudlaşmır, insan beyni ilə məhdudlaşmır. Bu insan beyninin, insan zehninin sərhədlərindən kənara çıxır və biz bu məqsədlə ağıllı maşınlar, zəkalı maşınları da yarada bilərik. Yəni bunun üçün bizə lazım olan simvolik məntiqdir, statistik öyrənmədir, neyronal hesablamadır və s. Və bu aspektlərdən bir çıxış edərəksə, süni intellekt artıq zehnin reprezentativ və nəticə çıxarma imkanlarının genişləndirilməsini özündə ehtiva edir. Yəni zehin qeyd etdiyim kimi artıq insanın beyni və insan subyekti ilə məhdudlaşmır. Yəni insandan artıq kənara çıxmış olur və buradan da artıq biz süni intellekt sahəsində beyin-kompüter interfeyslərinin üzərində cəmləşən, fokuslanan bir texnologiyaların
yaranmasına şahidlik edirik ki, burada da insan idraki ilə süni hesablama arasında olan sərhədlər artıq getdikcə itməyə başlayır. Yəni ümumi şəkildə bu günlər süni intellekt sahəsindən izah etmək istədiyim bu qədər və növbəti diqqət ayırmaq istədiyim məsələ bu deməli yazmış olduğumuz Aydınlanmaya Aparan Yol, yəni kitabından bizim növbəti mövzumuz bu qədim Yunan təfəkküründə fəlsəfə hansı mənanı kəsb edir? Yəni burada biz müxtəlif anlayışlar arasında bir yaxınlıq tapa bilərik yoxsa yox? Məsələn, filosof ilə peyğəmbər anlayışı arasında bir yaxınlıq varmı yoxsa yoxdurmu? Məsələn, müdriklik hansı anlamda müqəddəs ruh, daha sonra Tanrı anlayışının məzmununu özündə ehtiva edə bilər. Yəni bu aspektdən biz çıxış etsək, yəni qədim Yunan təfəkküründə biz fəlsəfə sözünün mənası haqqında bir mənalı fikir söylədiyimizin asan olmadığı qənaətinə gələ bilərik. Amma istənilən halda müasir lingvistikada bu söz etimoloji cəhətdən sadəcə olaraq müdrikliyi sevmək şəklində təqdim edilir. Amma bu Yunan təfəkküründə olan və fəlsəfə deyilərkən nəzərdə tutulan əsas mənanın nəzərdə tutulmasına imkan vermir. Yəni bu əsas ilkin mənanın əsaslı şəkildə dəyişdirilməsi ilə şərtlənir. Belə ki, fəlsəfə sözünün qədim Yunan sivilizasiyasında daşıdığı mənanı anlamaq üçün ilk öncə bu sözün tərkibinə daxil olan ikinci sözün, yəni Sofiya sözünün mənasını izah etmək lazımdır. Yəni Sofiya sözü müdriklik kimi tərcümə oluna bilər, amma bu müdriklik bugün bizim onun vasitəsilə anladığımızdan fərqli məzmun kəsb eləyir. Sofiya qədim Yunan qavrayışında müəyyən bir reallıqdır, amma bu bizim materialist fəlsəfədə yeganə reallıq hesab etdiyimiz və input siqnallar vasitəsilə haqqında beynimizə informasiya daxil olan maddi dünya deyil. Və Sofiyanın qədim Yunan, eləcə də xristianlığa və yəhudiliyə məxsus olan müxtəlif ezoterik fəlsəfi sistemlərdəki interpretasiyalarını bir kənara qoysaq və məzmununu bir cümlə ilə ifadə etmək istəsək, onda onu belə təyin edə bilərik. Yəni Sofiya əbədi, sonsuz, formasız, dəyişilməyən, hər şeyin, o cümlədən sonlu və dəyişkən kainatın əsasında duran ən son reallıqdır. Hər şey oradan başlayır, yəni Sofiyadan başlanğıc götürür və orada qayıdır. Məhdud və qeyri-kamil insan zəkası tərəfindən dərk olunması qeyri-mümkün olduğundan Sofiyanı yalnız öyrənməyə çalışmaq olar. Onunla maraqlanmaq mümkündür. Buradan da Sofiyanı sevmək, yəni Sofiyaya maraq göstərmək, yəni filosofiya, yəni filosofi, fəlsəfə meydana çıxmış olur. Və fəlsəfə sözünü ilk dəfə Pifaqor işlətsə də, hər halda belə güman olunsa da, bu sözün geniş yayılması bu Platonun fikirləri ilə bağlıdır. Xüsusilə onun əsərlərində, yəni Platonun əsərlərində biz fəlsəfəni yalnız hər hansı bir fikir sahəsi deyil, yəni həm də müəyyən bir həyat tərzi kimi xarakterizə olunduğuna şahid ola bilərik. Məsələn, biz müasir dövrdə fəlsəfəni bir intellektual fəaliyyət sahəsi kimi xarakterizə edə bilərik, amma Platonun əsərlərində filosofun həyat tərzinin də kifayət qədər əsaslı şəkildə təsvir edilməsini görə bilirik. Məsələn, onun fikrincə filosofun həyat tərzi aşağıdakı kimi olmalıdır. Yəni, birinci, filosoflar dünyəvi nemətlərdən, var dövlət, şöhrətpərəstlik, komfort və s. uzaq durmalıdır. İkincisi, filosoflar özünü bir mənalı olaraq həqiqətə və müdrikliyə həsr etməlidir. Üçüncü, filosoflar əksəriyyət tərəfindən qəbul edilən fikrə qarşı getməyi bacarmalı, belə cəsarətə malik olmalıdır. Və dördüncüsü, filosoflar intellektual cəhətdən təvazökar olmalıdır və s. Əgər belə demək mümkündürsə, qədim Yunan qavrayışında filosoflar daha sonralar yəhudilik, xristianlıq və İslamda mövcud olan peyğəmbər obrazının bir növ prototipi kimi çıxış eləyir
Eyni zamanda Sofiyanı da xristianlıqdakı Tanrı obrazının prototipi kimi qiymətləndirmək olar. Əslində bir sıra xristian mistikləri və erkən xristian kilsə teoloqları Sofiya ilə Tanrının bir aspekti olan müqəddəs ruh, yəni Holy Spirit, yəni bunu eyniləşdirirdilər. Yəni bildiyimiz kimi xristianlıqda Tanrı üçlük şəklində, Trinity şəklindədir. Yəni müqəddəs ruh, ata və oğul olaraq təqdim olunur. Bu üçlükdə müqəddəs ruh Sofiyanın bütün atributlarını özündə ehtiva edir. Beləliklə burada Sofiya, müqəddəs Sofiya, Holy Sofiya adlandırılır və erkən xristianlığa aid olan dövrdə biz bu sözü Yunanca Hagia Sophia şəklində ifadə edilməsini görə bilirik. Hagia Sophia, Aya Sophia şərəfinə Konstantinopolda 537-ci ildə eyni adlı kilsə inşa edilib ki, bugün o İstanbulda məşhur Aya Sophia məscidi kimi tanınır. Yəni bizim İstanbulda gördüyümüz, yəni Aya Sophia, yəni bu əvvəllər kilsə indi məscid olan bir məkan əslində birbaşa olaraq həm də fəlsəfə sözünün məzmununu ifadə edən, onun tərkib hissəsi olan Sofiya ilə bağlıdır. Yəni bir semantik bağlılıq var, yəni hər iki ad arasında. Qeyd etdiyimiz kimi həmin xristian mistisizmində və erkən kilsə teoloqlarının əsərlərində oğul, yəni İsus Xristos da qədim Yunan qavrayışında öz əksini tapan logos ilə eyniyyət təşkil edir. Yəni logos Yunancadan hərfi tərcümədə mən deyirəm mənasını verir və müxtəlif kontekstlərdə söz, nitq, əslandırma, mülahizə və s. kimi tərcümə edilir. Və məntiq sözü, yəni logic sözü də etimoloji cəhətdən öz başlanğıcını logosdan götürür. Amma mistisizmdə müqəddəs ruhun Bakiyə Məryəmin vücuduna daxil olub İsus Xristosa, yəni İsa Peyğəmbərə başlanğıc verməsi müqəddəs Sofiyanın, yəni müqəddəs ruhun söz, yəni logos, İsus Xristos vasitəsilə ifadəsi və ya insanlara çatdırılması kimi interpretasiya edilir. Bu kontekstdə Peyğəmbər sadəcə olaraq Sofiya, yəni müqəddəs ruhu digər insanlara nisbətən daha çox dərk etməyə, ona daha çox yaxınlaşmağa nail olmuş, həyat tərzi etibarilə digərlərindən fərqlənmiş və nəticədə əldə etdiyi təcrübəni digərləri ilə paylaşmağa çalışan adi insandır, bir filosofdur, mən belə demək mümkündürsə. Məsələn, buddizmdə bu məsələnin qoyuluşu və buddistlər tərəfindən qəbulu demək olar ki, mübahisə doğurmur. Belə ki, buddizmin peyğəmbəri kimi qəbul edə biləcəyimiz Gautama Buddha sadəcə olaraq nurlanmış, aydınlanmış, həqiqəti dərk etmiş adi insandır. Yəni sanskrit dilində həqiqəti dərk etmək, aydınlanmaq bu bodhi sözünün məzmununu təşkil edir və bir tərcümədə bodhi əslində bilik deməkdir. Yəni insan həqiqətə çatan zaman, həqiqəti dərk edən zaman, aydınlanan zaman bilik əldə etmiş olur, yəni bodhini əldə etmiş olur və potensial cəhətdən hər bir insan buna qadirdir və hər bir insanın daxilində bu potensial gizlənmişdir. Deməli, həqiqəti dərk etmiş olan insan, bodhini əldə etmiş olan insan, yəni avtomatik olaraq Buddhaya çevrilə bilər, yəni bir növ buddizmin peyğəmbərinə çevrilmiş ola bilər. Yəni bir növ filosof olmuş olur, yəni biliyi əldə etmiş olan müdrik insana çevrilir və bu da özündə peyğəmbər atributlarını, peyğəmbərlik atributlarının bütün əlamətlərini özündə əks etdirmiş olur. Amma təbii ki, biz indi qeyd etdiyimiz axıncı mülahizələr bu buddizm kontekstində irəli sürdüyümüz mülahizələrdir. Beləliklə, bugündən müzakirə etmək istədiyim bu qədərdir. Yəni mövzunun müxtəlif şəkildən interpretasiyası mümkündür. Suallarınız olarsa və ya fikirləriniz olarsa, onu paylaşarsınız. Onları oxumaqdan və ya sualları cavablandırmaqdan məmnun olarıq. Diqqətinizə görə minnətdaram. Hələlik.